İkinci dua, yenə Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı da çox edirdi. Vallahi hər zaman ehtiyacımız var, lakin indiki zamanda, hansı ki yaşayırıq bu vaxt, fitnələrin bol olan vaxtı, geniş yayıldığı vaxtı, gündə bir insan dindən çıxır, istehza edir, ateist olur, deist olur və s. Şübhələrin yayıldığı bir vaxt surətlə bu duaya ehtiyacımız şiddətlidir. Allaha göstər öz ehtiyacını, nə qədər möhtacsan Allaha bu dua üçün. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, Ya muqallibəl qulub, Allahumma ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində sabit et. Qardaşım, bu duanı ərəb dilində öyrən, et Allaha, mənasını da bil, istihdar, oyaq qəlbən bu duanı et. Duanı edə-edə mənasını dərk elə, başa düş, nə deyirsən Allaha. Niyə istəyirsən? Möhtacsan, salamat qalmağın üçün. Qardaşım, qəlblər aləmlərin Rəbbi olan Allahın iki barmaq arasındadır, istədiyi kimi çevirir. Allahın əlindədir iş. Və sən də dua edirsən. Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Allahu akbar. Özünü məhrum etmə qardaşım.